Merhabalar əziz həmvətənlər. Sizi səmimi qəlbdən salamlayıram. Bugün bizimlə birlikdə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bugün burada təkcə yeni bir kitabın təqdimatına toplaşmamışıq. Bugün biz yaddaşımızı, tariximizi, milli kimliyimizi və doğma yurt sevgisini yaşadan bir əsərin şahidi olmaq üçün bir yerdə bir araya gəlmişik. Zərifə xanım Haqverdiyeva İrəvan qəlbdə yaşayan yurdum kitabı İrəvanın zəngin tarixi, Azərbaycan xalqının bu qədim yurdla bağlı mənəvi irsi və doğma torpaqlara sonsuz bağlılığın bədii və tarixi əsəridir. Yurt sevgisi insanın qəlbində yaşayan ən müqəddəs hisslərdən biridir. Bəzən məsafələr bizi doğma torpaqlardan ayıra bilməz. Xüsusilə də xaricdə yaşayan Azərbaycanlılar üçün belə əsərlərin milli yaddaşımızın qorunması, gələcək nəsillərə ötürülməsi və tarixi həqiqətlərimizi yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Bu gözəl təşəbbüsə görə hörmətli müəllif Zərifə xanıma səmimi minnətdarımızı bildiririk, ona gələcəkdə uğurlar arzuluyuruq. İnanırıq ki, bugün keçirilən təqdimatda maraqlı fikirlər, dəyərli çıxışlar və səmimi söhbətlər olacaq. Bugünün təşkilatçılığına dəstək olan dəyərli Azərbaycan Respublikasının səfirliyinə, Diaspora Komitəsinə dərin təşəkkürümüzü bildiririk. Bir daha hər birimizi salamlayıram. Tədbirə xoş gəlmişsiniz deyirəm. İrəvan qəlbimizdə yaşayan yurdum kitabının təqdimatını Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirəm. Azərbaycan tarixi boyu şəhidlərimizə, can olma, keçən şəhidlərimizə bir dəqiqəlik sükutla rica edərəm, yad edək. Təşəkkür edirəm. Allah rəhmət eləsin. Növbəti çıxışı sözü Azərbaycan Respublikası İsveç Krallığında yerləşən Azərbaycan Respublikasının səfirliyin əməkdaşı, səfirin birinci katibi Əskər müəllim Nağıyeva söz verirəm. Buyurun Əskər müəllim. Əvvəla xoş gəlmişsiniz hər biriniz. Hörmətli soydaşlarımız, dəyərli iştirakçılar. Bugün Zərifə xanım Haqverdiyevanın İrəvan qəlbimdə yaşayan yurdum
kitabının təqdimatında iştirak etmək mənim üçün çox böyük məmnuniyyətdir. Bu əsər İrəvan tarixinin yaddaşını, mədəni irsini və xalqımızın mənəvi bağlılığını elmi əsaslarla işıqlandıran dəyərli bir tədqiqatdır. Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən edilmiş siyasi xəttin əsas istiqamətlərindən biri milli yaddaşın qorunması, tarixi həqiqətin sistemli şəkildə araşdırılması və beynəlxalq müstəvidə obyektiv şəkildə təqdim olunmasıdır. Bu kontekstdə belə nəşrlər yalnız elmi mühit üçün deyil, həm də diaspor fəaliyyətinin keyfiyyətli və məqsədyönlü şəkildə aparılması üçün mühüm əhəmiyyət daşıyır. Müəllifin İrəvanın tarixini faktlara söykənən tədqiqatla təqdim etməsi, milli kimliyimizin mühüm bir parçasını gələcək nəsillərə çatdırmaq istiqamətində atılmış dəyərli bir addımdır. Səfirlik adından Zərifə xanıma bu əhəmiyyətli işə görə təşəkkürümüzü bildiririk. Tədbirin təşkilatçılarına minnətdarlığımızı çatdırır. İştirakınıza görə hər birinizi təşəkkür edirik. Sağ olun. Çox sağ olun Əsgər müəllim. Növbəti çıxışı isə kitab haqqında məruzə Eluca xanım İsveçdə yaşayan fəal ictimai və yazarımız. Buyurun Eluca xanım, söz sizindir. Əziz qonaqlar, hər kəsi salamlayıram. Zərifə xanım, xoş gəlmisiniz İsveçə. Bizim qonaqlarımız var, Uyğur qonaqlarımız, Türkiyədən, Qazaxıstandan olan qonaqlar, xoş gəlmisiniz. Birlikdə güclüyük. Deməli, Zərifə xanım, ilk növbədə sizi təbrik edirəm belə dəyərli əsər üçün. Həm bu bir nəslin səlnaməsidir, həm də bir yaddaşdır, tarixi yaddaş. Təəssüf olsun ki, 70 il Sovet dönəmində bu tipli əsərlər yazılmamışdı. Soyqırım kəlməsi qətiyyən ədəbiyyatımızda yox idi. Nə bədi ədəbiyyatda, tarixi romanlarda bunu görmürdük. Siz demişəm, Məmməd Səid Ordubadinin Qanlı illərdən başqa və yaxud da Nəvvabın Qarabağ soyqırımını qələmə aldığı çox nazik bir kitabçadan başqa, o da 1905-6-cı illər soyqırımını göstərən bir əsərdir. Çox balaca bir əsər, lakin bizim bunlardan bir hissə, yəni bir qrupun, daha doğrusu tədqiqatçıların bu əsərlərdən xəbəri var idi. Məmməd Səid Ordubadinin əsərindən başqa digərləri geniş kütləyə çatdırılmamışdı. Və bildiyiniz kimi nə dərsliklərdə, nə tarixdə, nə ədəbiyyatda, nə də sənətdə, rəssamlıqda, teatrda bu əsərlər göstərilmirdi. Ümumi soyqırımın və yaxud ki, Bakı qırğınının azca biz izini Cəfər Cabbarlının 1905-ci il əsərində görürdük və Cabbarlıya hücum olanda o yalnız adda bir dəyişiklik etmişdi. 1905-ci il, 5-ci ildə bir də artırmışdı. Mən bu bədi ədəbiyyatın detallarına çox girməyəcəm. Çünki sizin əsərinizdə çox zəngin məlumatlar var, hər tərəfli. Yəni onları biraz araşdırma baxımından təhlil eləmək istəyirəm kitabı. Birinci, bu kitabı təhlil etmək üçün mən hansı ölçü ilə yanaşdım? Yurtçuluq ölçüsü ilə yanaşdım. Bu da Asif Atanın bir fikri var. Yurtçuluq nədir? Deməli ki, yurtçuluq müqəddəsləşən torpaq, müqəddəsləşən xalq, müqəddəsləşən aqibət deməkdir və bunların üçüdür. Yəni yurt göylüyündə torpaq özünün ruhani mahiyyətinə çatır. Əslində sizin kitab təkcə bir səllamə deyil. Yəni burada 1509-cu il tutaq ki, İrəvan xanlığı yarandı, İrəvan şəhəri salındı və burada da qutardı. Tutaq ki, 1991-ci il sonuncu deportasiya ilə bağlı. Yalnız bu deyil. Burada bir ruhanilik də var. Ona görə mən bu torpağın göy səviyyəsində bizim üçün önəmli olmasını açdım. Yəni, bu kitabda mən gördüyüm odur ki, siz bura təkcə bir alim kimi yox, həmçinin yurtçuluq mövqeyində yanaşmısınız. O torpaqda yaşayanların
çəkdikləri əzablar da bu kitabda geniş şəkildə göstərilmişdir. Baxmayaraq ilk növbədə insan baxır ki, çox kiçik bir mətndir. Amma ki, kiçik bir mətndə mən Zərifə xanımın özü ilə də bu haqda danışdım. Mövzunu çox presliyib. Və keçək İrəvan kəlməsinə. Bizim burada bir Uyğur qonağımız da gəldi. Xoş gəlmisiniz Rəna xanım. Deməli, Rahilə xanım, İrəvanın tarixini bilməyənlər üçün deyəcəm. Deməli, 1509-cu ildə İrəvan xan, daha doğrusu Rəvan xan, bu Şah İsmayıl Xətainin Səfəvilər dövlətinin xanlarından biri idi. Onu İrəvan göndərir indiki Qərbi Azərbaycana və orada da İrəvan xanlığı yaranır. Yenə bilməyənlər üçün deyəcəm ki, 1918-ci ildə Ermənistan müstəqil dövlət olanda ilk dəfə dövlətçilik siyasətləri o zamandan başladı və o zaman yalnız bir kosmetik dəyişiklik oldu. İrəvanı Erevan elədilər. Biz də Azərbaycan dilində buna Yerevan deyirik. Əziz dostlar, mən son zaman soyqırım məsələsini araşdıranda gördüm ki, bunlar o qədər özlərinə tarix yaradıblar ki, Türkiyədə güya bunların saysız hesabsız dövlətləri olub. Bilirsiniz ki, Anadoluda 6 vilayəti bunlar istəyir. Saysız hesab, amma köklərinin hardan gəldiyi məlum deyil. Tarixçilər özləri də çaşır bu məsələdə. Yalnız Fərat Dəclə sahillərində, o da düşür indiki İraq tərəfdə, İraq bir zonasından, oradan gəldiklərinin üzərində duran tarixçilər çoxdur. Yəni bu baxımdan bizim torpaqlara iddialı ola bilməzlər. Az çox, bəli, ermənilər orada yaşayıb, sonra da Zərifə xanım kitabda göstərir bunların sayı nə qədər olub, yəni 2000-dən biraz az, yəni bizimlə ölçəndə İrəvanda bunların sayı çox az olub. Mən erməni dövləti məsələsinə girməyəcəm, girsəm, yəni burada çox zaman tələb olunar. Sadəcə biraz kitabdan bəzi məsələləri qeyd edəcəm. Bəzi məsələlər burada hansıdır? Birinci, yer adlarının dəyişdirilməsi. Biz artıq buna bir növ alışdıq. Qərbi Azərbaycanda yer adları erməniləşdi, Şimali Azərbaycanda ruslaşdı, Dərbənddə də həmçinin 1730-cu illərdən başladı ruslaşma və o dövrdən də adlar dəyişildi. Borçalıda Gürcü adları oldu və Güney Azərbaycanda bildiyiniz kimi bütün qədim yurt yerlərimiz farslaşıb. Və burada İrəvana hücum başlayır 1804-cü il. 1804-cü il bizim tariximizdə ən başı bəlalı bir dövrdür. Rusiyanın Azərbaycana torpaq iddiası dövrü başlayır və bununla da İran və Rusiya arasında savaş başlayır. Bu savaş 1813-cü il Gülüstan sülh müqaviləsi ilə bitir. Azərbaycan ikiyə bölünür. Bu da indiki Gəncənin 30 kilometrliyində olan bir kənddir. Və bu dövrdə İrəvana dəfələrlə Rus qoşunu hücum edib, bəzən 12.000 sayları olur, amma ala bilməyiblər. Nə baş verir burada? Burada bir xəyanət baş verir. İrəvanda yaşayan ermənilər və eyni zamanda İran ərazisində yaşayan ermənilər Ruslarla sazişə girir. Bu savaşda sizin yanınızda olacağı bir şərtlə ki, bizə torpaq və Alban kilsələrini, Alban məbədlərini verəcəksiniz. Alban məbədi də gedir bizim eradan əvvəl 4-cü əsrə Alban dövlətinin yarandığı bir dövrdür. O zaman xristianlıq belə yox idi. Düzdür, xaç işarəsi var, amma o xaç tamam fərqli bir xaçdır. Deməli, ermənilərin burada xəyanəti nəticəsində
İrəvan qalası alınır və bu xəyanəti dediyim zaman bir məsələni deyəcəm. 1552-ci ildə Kazan xanlığına hücum edən ruslar dəfələrlə hücum ediblər, ala bilməyiblər. 1852-ci ildə 4-cü İvan Groznu ala bilir. Almanın nəticəsi nə idi? Orada da ermənilər xəyanət edir. Öz yaşadıkları xanlığa rusların tərəfinə keçirlər və şəhərin zəif cəhətlərini gələnlərə deyirlər. Düşmənlərə deyirlər. Bu paralelləri ona görə gətirirəm ki, yəni bizim tariximizdə bunlar çoxdur və türk tarixini öyrənəndə biz bütöv şəkildə öyrənməliyik. İrəvan da Qərbi Azərbaycan da qədim türk torpağıdır. Zərifə xanım da həmin məsələni səhv etmirəmsə 8-9-cu səhifələrdə verib və bir məsələni də deyəcəm ki, bizim tarixdə ümumiyyətlə yenə dedim Sovet dövründə əsasən tariximiz bizə demək olar ki 180 dərəcə əksinə öyrədilib. Hamımızın orta məktəbdən keçdiyimiz Vaqif dramı Ağa Məhəmməd Şah Qacara bir nifrət hissi ilə bizi böyütdülər. Əslində Məhəmməd Qacar Qacarlar dövlətinin rəhbəri idi. Bilirsiniz ki 200 il İranda Qacarlar hökmranlıq sürüb. Və onun Qarabağa yürüşü, 2 dəfə yürüş edib 1798 və sonraki 2 il sonra yürüşü nədən ibarət idi? Gürcü knyazlığı artıq ruslara keçmişdi və Qarabağ xanlığı da bu hücumların qarşısında qala bilmirdi. Rus hücumlarının, baskınlarının qarşısında İbrahim Xəlil xan artıq ruslara meyllənirdi. Və Qacar da o zaman hücum etdi ki, Azərbaycan torpağını qorusun. Və bizə əks öyrədilən şeylərin içərisində və burada tarixçilər və tədqiqatçılar olduğu üçün deməliyəm ki, biz hansı məsələlərə ədəbiyyatımızda və tariximizdə diqqət etməliyik kütləvi oxuculara çatdırmaq üçün. Ağa Məhəmməd Şah Qacar məsələsini yurtçuluq mövqeyi ilə çatdırmalıyıq. İbrahim Xəlil xan məsələsini və onun ailəsini. Şəki xanlığı bilirsiniz ki, Şəki xanlığı da onların kürəkəni idi, Hüseyn Qulu xan. Onu da vəhşicəsinə öldürdülər. İbrahim Xəlil xanı da həmçinin. Sonra Gülüstan və Türkmənçay müqaviləsi, 1804-cü il Gəncə xanlığının ləğv edilməsi, heç kim ruslara qapısını açmamışdı. Heç bir xan, bəy bir qarış da torpaq verməyib Azərbaycanda. İnanın, mən bunu qürurla deyirəm. Soyqırımlar tarixini öyrənən bir qələm əhli kimi deyirəm ki, öyrəndim və qürur duydum. Bizdəki inanın mollalarla da qürur duydum. Keçən gün mənə zəng eliblər ki, İran Hizbullah zindanda romanda elə yazmısan ki, adam mollalara nifrət edir, amma yurtdaşı romanda molla nəbini elə vermisən ki, adam sevir. Dedim, bizim qeyrətli mollalar olub, amma 70 ildə bəyləri, xanları, qoçları, qaçaqları, mollaları o qədər gözümüzdən salıblar ki, əslində xalq onlara inanıb və xalqın başında gedən el ağsaqqalları olublar. Və ən önəmlisi, Gülüstan Türkmənçay müqavilələrinə biz yenidən baxmalıyıq. Nədən bunları İngilis yazdı? Nədən Tehran mərkəzli Azərbaycan sarayında Fətəli xanın yanında, Şahənşahın yanında otururdu İngilis diplomatları, amma Təbriz mərkəzli Azərbaycan dövlətində isə otururdu fransızlar. Və 6-cı məsələ Abbas Mirzənin diplomatiyasını öyrənməliyik, Azərbaycan üçün nələr edib. Və bir də Zərifə xanım kitabda mənim üçün biraz anlaşılmaz və ümumiyyətlə bəlkə də razılaşmadığım deyərdim. Siz burada yazmısınız 9-cu səhifədəki 1827-ci ildə deməli İrəvandan Təbrizə yol açılırdı ki, gedib ruslar farslara yetişsinlər. Biz bu məsələyə biraz diqqət yetirməliyik. Çünki Təbrizdə farslara yetişə bilməzdilər. Birinci Təbrizdə Azərbaycan türkləri idi, ikinci Abbas Mirzə oranın şahı idi və iki savaş vaxtı 1804-13 və 1826-28-ci illər Türkmənçay müqaviləsi ilə sona yetən bu savaşlarda diplomatik baxımdan da böyük işlər görmüşdü. Mən də o məsələnin də detallarına girməyəcəm. Burada
çox önəmli nöqtələr var. Bəlkə gələcək görüşlərimizdə bu məsələlər də açılar. Və kitabda digər bir məsələ isə Zərifə xanım üzərində geniş dayandığı Bizim üçün də bir şeylər saxlayım oxumağa. Məşədi Teymur obrazıdır. Dediyim kimi bizdəki bəylərin haqqına girilmişdi. Mənə gəlir ki, Məşədi Teymur obrazı da haqqı tapdanmış bir şəxsiyyətdir. Yəni bizim el ağsaqqalları, şəxsiyyətlər hər tərəfli öyrənilməlidir. Onlara roman yazılmalıdır. Çox təəssüf ki, Qatır Məmmədlərə, Kirovlara romanlar yazdırıldı və beyin yuma əməliyyatı güclü şəkildə getdi bizdə. Tariximizə yeni baxış olmalıdır. Tarixi faciələrindən dərs almayan millət eyni tarixi hadisələri 2 dəfə yaşayır. Bir dəfə faciə kimi, bir dəfə komediya kimi. Çox təəssüf ki, bizim tariximizdə bütün faciələr elə faciə kimi tarix səhnəsində oynanılır. Məndən bu qədər, diqqətinizə görə varım. Çox dəyərli fikirləriniz üçün təşəkkür edirəm və növbəti çıxışımız özü burada olmasa da qəlbi bizimlədir. Azərbaycandan bizim bir video rolikimiz var. İndi bizə Məmməd Bala kömək eləyəcək onu səsləndirməyə. Filologiya üzrə fəlsəfə doktoru Tünzalə xanım Əlizadənin videosunu sizə çatdırmaq istəyirik. Buyurun, baxaq. Hər vaxtınız xeyir olsun. Mən ilk öncə İsveçdə yaşayan və Azərbaycanımızı yüksək bir şəkildə təmsil edən soydaşlarımızı salamlayıram. Bugünkü günün kitab təqdimatının təşkilində rolu olan hər kəsə təşəkkürümü bildirirəm. Mən kitab haqqında bəzi fikirlərimi nəzərinizə çatdırmaq istərdim. İlk öncə mən qeyd etmək istəyirəm ki, Zərifə xanım Haqverdiyeva ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmaların tədqiqi şöbəsində çalışırıq. Əsas işimiz Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının araşdırmasıdır. Bu istiqamətdə işlərimiz davam edir. Və kitab nəşr olmamışdan qabaq Zərifə xanım bu yazını yazılı şəkildə mənə göstərdi ki, bəs belə bir yazım var. Öz uşaqlıq illərimi, xatirələrimi əks etdirmişəm. Və istərdim ki, bir jurnalda məqalə formasına dərc olunsun. Mən yazı ilə tanış oldum və böyük bir təəssürat yatdı məndə. Və bu təəssüratlarımı da əməkdaşımız Ramidə Abbasova ilə bölüşdüm və belə bir qənaətə gəldik ki, bu kitab, daha doğrusu bu yazı kitab formasında nəşr olunsa daha gözəl olar. Və doğrudan da Zərifə xanım yazının üzərində daha da geniş bir şəkildə işləyərək kitab şəklində dərc olmasına müvəffəq olduq. Kitabda deməli yalnız uşaqlıq illəri, xatirələri deyil, ilk öncə İrəvan tarixi haqqında müəyyən məlumatlar verilir və daha sonra Zərifə xanımın, kitabın müəllifi uşaqlıq illəri, xatirələri, babası və dövrünün tanınmış xeyriyyətçilərindən biri olan Məşədi Teymurun və onun ailəsinin yaşadığı çətinliklər, həyat yolu əksini tapmışdır. Əsərin, belə deyəlim, başlıca ideyası doğma yurda olan sevgi və tarixin unudulmaması, tarixi yaddaşın unudulmaması, onun qorunması məsələsidir. Və doğrudan da dediklərimiz burada öz əksini tapır. Və Zərifə xanım öz tarixi keçmişini xatırlamaqla insanın öz köklərini, ailəsinin tarixini, vətənə, yurda bağlılığı, yəni bunların unutmamasının vacibliyini vurğulayır. Bu artıq bizdə gələcək nəsillə ötürüləcək məncə ən dəyərli mənbə olacaq. Mən belə bir kitabların ərsəyə gətirməsini arzulayıram ki, orada bizim tariximiz əks olunsun. Orada bizim insanlarımızın keçdiyi həyat yolu işıqlandırılsın ki, gələcəyimiz bunu öyrənsin, bundan qaynaqlansın. Yəni orada yalnız bir İrəvanlının yox, yüzlərlə İrəvanlının sanki həyat yolu orada işıqlandırılıb. Bu kitab həqiqətən də maraqlıdır. Hər bir oxucunun da sevgisini qazanacağına əminəm.
Zərifə xanımı bir daha təbrik edirəm. Uğurlarının ardıcıl olmasını diləyirəm. Hər birinizə bir daha təşəkkürümü bildirirəm. Və bu istiqamətdə fəaliyyətimiz hər zaman davamlı olsun. Bir daha təşəkkürlər. Sağ olun. Sağ olun. Teşekkür ederim Zərifə xanıma. Çok sağ olun. Bir de bu kitabın güzelliği ondadır ki düz bu yarısı hem de İngiliz dilinde yazılıb. Evet. Onu yana Ona saldıqca görə biz Səyalı xanıma böyük minnətdarımızı bildiririk. Bizim şöbəmizin əməkdaşıdır. Kim xanım? Səyalı xanım. Səyalı xanıma da buradan salamlayırıq. Teşekkürümüzü bildiririk. Çok sağ olsunlar. Bir de Stockholm'da İsveç'te yaşayan ictimai fəalımız söz vermək istəyirəm Rəsmiyə xanım Həsənovaya. Rəsmiyə xanım buyurun. Siz də öz hekayenizi bizə danışın. İlk növbədə hamınızı salamlayıram. Hamınız xoş gəlmisiniz. Bugün çox xoşdur ki, bu qədər həm yerlimiz, həm də bizim milli türklərimizdən əslən bərabər olduğumuz, müxtəlif xalq olsaq da eyni kökləri daşıdığımız qonaqlarımız da var. Hər birinizi salamlayıram, xoş gəlmisiniz. Zərifə xanımın haqqında bugün danışmaq istəyirəm. Çünki kitabı çox danışıldı. Siz çox gözəl məlumat verdiniz. Onun öz həmkarı da gözəl məlumat verdi. Kitab haqqında da danışaram sözsüz, amma mən əsasən Zərifə xanım haqqında danışmaq istəyirəm. Zərifə xanım bizim dəyərli alimimiz, gözəl mədəniyyət işçimiz, əsl Azərbaycan qadınına xas olan bütün gözəllikləri özündə daşıyan bir qadındır. Mən deyərdim ki, örnək bir qadındır. Sizin milli mədəniyyətiniz, sizin ilminiz, sizin apardığınız bu gözəl bir xatirə, yazdığınız gözəl bir kitab bizim hər birimiz üçün çox əzizdir Zərifə xanım. Zərifə xanımla mənim tanışlığım uzun illərə dayanır. Bizim tanışlığımız Zərifə xanımın qızı Gülnar, qızımız, bizim sevimli qızımız, bizim ailə dostumuzun gəlinidir. Bu bir daha sübut edir ki, Zərifə xanım o qədər gözəl, o qədər dəyərli bir övlad böyüdür ki, örnək bir övlad böyüdür. Bu onun əslindən, nəslindən, kökündən gələn böyük bir, mən deyərdim ki, məsuliyyətdir, tərbiyədir, mərifətdir, sədaqətdir, ləyaqətdir. Zərifə xanım sizə halal olsun, sizin həyat yoldaşınıza da halal olsun ki, bu cür gözəl bir övlad böyütmüsünüz. Mən sizin oğlunuzu da yaxından tanımasam, uzaqdan tanıyıram. Oğlunuz Tural da bilirəm ki, gözəl elmi işçidir, gələcəyin parlaq alimidir, Ağdam Universitetində dərs deyir. Zərifə xanım eyni zamanda dünya o qədər balacadır ki, bəzən deyirlər, amma inanmaq olmur. Zərifə xanım eyni zamanda mənim qardaşımın oğlu, Əkrəm Həsənovla. Gözəl alimimiz. Bir eyni yerdə iş çalışırsınız. Sizin çalışdığınız müəssisənin, institutun, mən deyərdim ki, Əlyazmalar İnstitutunun əsas məqsədi bizim milli tariximizi, tarixi əsərlərimizi qoruyub saxlamaq, onları gələcək nəslə çatdırmaqdır. Sizin yazdığınız bu əsər, Zərifə xanım, bir daha sübut edir ki, sizin işlədiyiniz o institutda sizin əsərin yaradılmasında, yaradıcılığında böyük rol oynayır. Mən deyərdim ki, bu bir ailə xatirəsi deyil, bu bir ailə faciəsi deyil yazdığınız. Yazdığınız əsər həm də gələcək nəsillərə böyük bir irsdir. İllər boyu bizim mənfur qonşularımızın bizim torpaqlarımızda gözü olub. Bunu hər birimiz bilirik. İllər boyu bizim tarixi əsərlərimizi, bizim torpaqlarımızı talayıblar. Bunu hər birimiz bilirik. Ancaq biz hər birimizin vətəndaşlıq borcudur ki, bunu övladlarımıza, ömür vəfa edərsə nəvələrimizə çatdıraq. Bu tarixi yaddaşımız silinməsin. Ermənilər, ruslar, mən Rus xalqının, Rus imperiyalarını deyirəm, Rus yırtıcılarını deyərdim, mənfur qonşularımızı bir daha deyirəm, tək ermənilər deyil, bizim Azərbaycanımızda gözü olan çox ölkələrin gözü var. Tarix boyu əsərlərimizi oğurlayıblar, tarix boyu bizim abidələrimizi dağıdıblar, daş üstə daş qoymayıblar. Bəzən mən baxıram ölkələrə getdikcə onların tarixi əsərlərinə, tarixi muzeylərinə girib, inanın ki, o qədər ürək ağrısı yaşadır ki məndə. Böyük ürək ağrısına yaşayım. Çünki bizim tarixi muzeyimizə gələndə bizim əsərlərimizi biz tapa bilmirik. Çünki talan olub illərlə.
bu bizim həqiqətən tarixi yaddaşımızdır. Biz bunu faciəmizdir deyərəm. Biz bunu silməməliyik. Biz bunu unutmamalıyıq. Bunu bütün nəsillərimizə, yenə deyirəm, gələcək nəsillərə ötürü. Sizin yazdığınız bu kitab, mən deyərdim ki, gələcək nəsil üçün böyük bir irsdir. Təşəkkür edirəm sizin fəaliyyətinizə, sizin milli mədəniyyətinizə, mənəvi dəyərlərinizə verdiyiniz bu cür dəyərə görə. Allahdan sizə can sağlığı arzulayıram, uzun ömür arzulayıram. Sizə attığınız bu adımda uğurlar arzulayıram, böyük yaradıcılıq arzulayıram. Qələminiz iti olsun, həyat yolunuz nurlu olsun, ətrafınızda hər zaman sizi sevən insanlar olsun. Çox sağ olun. Sağ olun, təşəkkür ederim. Bilmirəm kimlər əgər istəyirsə çıxış eləməyə buyursunlar. Mikrofonumuz orada, alsınlar, danışsınlar. Amma ondan öncə əsas səbəbkara söz vermək istəyirəm. Kitabın müəllifi Amiya Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mütəxəssisi Zərifə xanım Haqverdiyevaya söz verirəm. Gülxular. İlk öncə hamınızı bir ad çəkməyəcəm. Hamınızı salamlayıram. Gələn qonaqlara ayaqlarınız var olsun. Səfirliyin işçilərinə, sizə Sevda xanım, Eluca xanım, bizə Əskər müəllimə bu cür şərait yaratmısınız. Əzizlərim mənim, çox sağ olun. Mən burada özümü həqiqətən də doğma vətəndə hiss elədim nədənsə, özümdən asılı olmayaraq. Təşəkkür edirəm hamınıza, minnətdaram qonaqlarımızın hamınıza. Minnətdarlığımı bildirəm gəldiyiniz üçün, ayaqlarınız var olsun hamınıza. İnandırım sizi o qədər həmişə ürəkdən danışan adamam ki, mənim sözlərimi Rəsmiyə xanım, Eluca xanım hamısını dediniz valla. Yəni Qərbi Azərbaycanda baş verən hadisələri danışdınız o haqqında. Yəni çox sağ olun, minnətdarım ki, başa düşmüsünüz bu kitabı oxuyarkən. Gözünüzün qabağında yəqin ki, təsəvvür eləmişsiniz nə baş verir orada, nələr olur. Nəyə görə bu kitab nəşr mənim üçün sadəcə bir nəşr deyil. O yaddaşımızın mənim yaddaşımda qalan bütün o hadisələri gələcək nəsil ötürməkdən ötərdir. Bu bir nəşr deyil. Bu kitab ərsəyə gələnə qədər də mən bu haqqda çox fikirləşmişəm. Bu kitabda yazdığım bütün hadisələrin inandırım sizə o qədər qısaltmışam ki, o qədər hadisələr daha çox baş veribdir. Bəlkə də onun dənizli damlası qədər yazılıbdır bax bu kitabda. Bir də ki, gəlin həqiqəti deyək, indiki cavanlarımız oxumurlar kitablar. Ona görə mən bunu qısa formada yazmışam ki, biraz cəzb eləsin cavanlarımızı, hardasa bu hadisələri bilsinlər və davamlı özləri araşdırsınlar. İnşallah bu kitabı mənə işdə də təklif edirlər ki, mütləq bədiləşdirmək lazımdır. Mütləq rejissorlara, nə bilim, kino rejissorlarına təklif eləmək lazımdır. Belə bir təkliflər də gəlir. Tamam yazdığımdan kənara çıxmışam, kusura baxmayın. Sual oluna bilər ki, niyə indi yazmışsınız bu kitabı? Əvvəllər yazmamısı artıq az yaşım yoxdur, 63 yaşım var. Qadağa var idi, güclü qadağa var idi. Sevda xanım suyu olar bir dəqiqə. Çox güclü qadağalar var idi. Ümumiyyətcə İrəvanda olan, baş verən hadisələr haqqında güclü qadağalar var idi ki, o haqda danışmamalıydıq. Ümumiyyətlə, İrəvanlıyam sözünü də bəlkəmdə az qalırdılar ki, desinlər ki, işlətmək olmaz. Ona görə də bugünə çox şükür gəldi, bu zamana düşdü bu kitabın dərsəyə gəlməsi. Həm də ki, mən çox minnətdarlığımı bildirirəm möhtəmər Prezidentimiz İlham Əliyev həyata keçirdiyi uğurlu dövlət siyasəti sayəsində Qərbi Azərbaycanın və İrəvanın tarixi mədəni irsinin araşdırılması və təbliği bugün xüsusi diqqət mərkəzindədir, özünüz bilirsiniz yəqin ki. O elə bir şərait yaratdı bizə. Ürəkləndirdi. Bəli, ürəkləndirdi. Düzünü yazmağa, haqqı yazmağa, baş verən hadisələri yazmağa bizi ürəkləndirdi həqiqətən də. Çox güclü işlər gedir Azərbaycanda, çox güclü işlər gedir bu sahədə və buna çox sevinirəm. Haqqı yazanların sayı çoxalır, ona sevinirəm. Bir də bir xahişim var, çox uzun-uzadı danışıb sizin vaxtınızı almaq istəmirəm.
Bilirsiniz ki, mən Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adlı Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsində işləyirəm. Biz kitab axtarırıq, qədim əlyazmalar axtarırıq. Ola bilsin ki, İsveçə ha vaxtsa lap çoxdan köçən Azərbaycanlılar var. Onlarda əlyazmalar var. Özlərindən gətiriblər babalarının, nənələrinin əlyazmaları. Əski əlifba ilə. Əski əlifba yəni ki, ərəb hərfləri ilə. Bizim əski əlifbamız bilirsiniz də ərəb hərfləri olubdu. Onunla yazılmış romanlar, lap elementar bir, məsəl üçün bitki haqqında nəyisə yazıbdı. Onları axtarırıq biz. Mənim əsas missiyam budur. Kitaba çox sağ olun, qiymət verdiniz, dəyərləndirdiniz, minnətdaram əzizlərim. Əlyazmalar axtarırıq ki, biz onları çevirək, işıq usu görsün. Bəlkə elə məlumatlar var ki, orada, yəni biz bilmirik, heç kəs bilmir. Bəlkə elə əsərlər var, çox gözəl bir əsərdir. Və yaxud da bir nə isə sənət var ki, isbat olunur, sübut olunur ki, bu torpaq belədir, bu xan olub, bu bəy olub, bax, belə bir şeylər var. Biz onu çevirək, indiki, hal-hazır ki, əlifbaya ki, işıq üsü görsün onlarda. Bu yolda xahiş edirəm sizdən artıq dərəcədə bizə dəstək olasınız, köməklik eləyəsiniz. Diqqətinizə görə, əzizlərim mənim, çox minnətdaram. Gəldiyinizə görə, zamanınızı mənə xərclədiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Hamınızı barına basıb öpürəm. Çox sağ olun. Sağ olun. Buyurun. Zərqa Xamut, gözəl balası. Ürəkləndiniz. Buyurun. Mən buna görə hamınıza təşəkkür edirəm, minnətdaram. Biraz mən səhətimlə bağlı, ona görə geniş danışmaq istəmirəm. Bir daha hamınıza çox təşəkkür edirəm. Var olun, bu gözəl görüşü təşkil edədiyinizə görə Sevdə xanım, xüsusi Eləcə xanım, bir daha cənab Səfirə və Əskər bəyə çox təşəkkür edirəm, var olun. Aləmiz adından minnətdarım bildirirəm. Biz təşəkkür edirik. Çox sağ olun. Bir də xanım istəyirdi, deyəsə çıxış eləməyə. Buyurun sizi. Gəlin siz. Sən belə mikrofonu götürüm. Gəlin. Özünüzü təqdim eləyin. Deyəsən Uyğurda. Uyğur şahısı. Svenska. Uygurca bilmirəm hələ ki. Onu öyrənərəm gələn dəfə. Teşekkürler. Buyurunuz. Özünüzü birinci təqdim edin. Evet. Esselamu Aleyküm aziz kardeşler, değerli hanımlar, efendiler. Ben Baxtınur Hanım, Uygur. Şvetsiyada, İsveç'te 22 yıl bu yerde yaşıyorum, öğreniyorum. İşledim okutkucu Asafi Comics'larda. Azaraq yazar hem var menden. Alice Hanım bilen tanışmak, Zarife Hanım'ın kitapları bilen tanışmak hem bu toplantıya katılmak biz için çok şeref. Hakikaten çok memnun biz bu organizasyon kıran Azerbaycan Ambasiyası'na, Zarife Hanım'a, Alice Hanım'a, yana başka hanımefendilerge çok teşekkürler deymen. Hakikaten bizning tariximizni yazmak lazım. Tanıştırmak lazım, özara öğrenmek lazım, unutmasligimiz lazım. Biliyorsuzlar, Uygur Türklerinin ki soykırım var. Biz 80 seneler Çin baskısında kaldık. Yakınki 10 yıl genocide oluyor. Milyonlar Uygurlar kamplarda. Hanımlar, çocuklar, balalar ailesinden ayrılgan Çin hapslerde, zindanlarda. Bizim durumumuz çok acı. Biz bu haqda konuşsak biz ağlıyoruz. Çağrımız fakatla yardım istemek, derdimizni sırtki dünyalarga anlatmak, hem şuna toplantılar ketiliş arkalı avazımızı, sessizlerinin avazını sizlerge yetkizmek. Şuna bu fırsatda biz hepinizlerge Uygur Türklerini unutmasınızlarını, derdimizge hemdem buluşunuzlarını, sesimizni başkalarga anlatışınızlarını, tarih bulup yazıp kaldırışınızlarını Çin yürekten ümit kılımız. Çok teşekkürler. Heminizge rahmet. Ben teşekkür edirəm. Biz hamımız
Teşekkür ederim. Alıcı hanım heplerine çok selamlar. Teşekkürler. Hamımızın, biz hamımız Türk dünyanın evlatlarıyıq. Burada Türkiye'den de, Kazakistan'dan da, siz Özbekistan'dan yok. Uygur'da o da Özbekistan'dan. İki kelime bir şey demek istiyorsa buyurun. Kazakistan diasporasının rehberi. Buyurun özünüz təqdim edin özünüz. Үлкен сәлем бәріңерге бұл жерде жиналған кісілерге. Енді мен қазақша сөйлеп қояйын. Yok. Мен ойлаймын, Может, на русском я буду переводить на азербайджанский? Что-то қазақша қиын, иә, түсінгенге. Мейлі, онда мен орысша, да, я могу по-русски тогда. Так по-русски говорите, вы по-турецки не можете, да? Нет, по-турецки я не могу, к сожалению. Да, можно по-русски, да? Ну да, все понимают, да, по-русски. Бахтинуль не понимает, но я тебе потом расскажу. Ну, здравствуйте всем. Мы очень рады, что мы сегодня пришли сюда, что мы сегодня собрались. У нас с вами очень много общего, потому что вот я сама выросла в Казахстане, у меня очень много друзей азербайджанцев. Я очень люблю азербайджанцев, они очень такие надежные, очень такие добрые, очень такие работящие. И я знаю, что в Азербайджане тоже много живет казахов. Я думаю, что у наших народов очень большие планы впереди совместные. Вот у нас есть Турция, у нас есть Уйгурстан, у нас вы есть, мы есть, киргизы есть, узбеки есть. И вот если мы все объединимся и будем работать хорошо, то это будет просто здорово. Но, к сожалению, мы вынуждены говорить по-русски, но я надеюсь, что в следующий раз я буду говорить по-турецки. Вам спасибо большое за вашу книгу. Будем читать, будем знать побольше о вашей литературе, о вашем мастерстве. Спасибо большое. Спасибо вам, спасибо вам. Buyur Melindacığım, sana da söz verelim. Sen de kendini söyle, kimsin, ne? Değerli kandaşlarım, hepiniz hoş geldiniz. Ben Türk'üm, Türkiye'nin Türk'üyüm. Uzun yıllar İsveç'te yaşadım, ismim Melinda. Hepinize kandaş olarak selam ediyorum. Şurada bir noktayı belirtmek istiyorum. Bizler Türkler birbirimizin arasında diğer dilleri konuşmamaya dikkat edelim. Bence kendi öz dilimize dönelim. Anlamazsak bile anladığımız kadarıyla devam edelim. Benim için yani en önemli nokta o. İnsanın kendine, özüne dönmesi için önce dil beraberliği olması gerek. Dil beraberliğini çözdükten sonra diğer şeyler zamanla gelir. Bu arada değerli iki yazarımız var. İkisine de çok teşekkür ediyorum. Kitaplarınız bizim için çok önemli, çok değerli. Elüce Hanım olsun, siz olsun. Bunların devamını diliyorum. Ayrıca değerli Sevda Hanım'a çok teşekkür ediyorum. Böyle organizasyonları yapıyor, bizleri çağırıyor. Biz de Türk olarak Türk kardeşlerimizi görüyoruz. Çok seviyorum bu tip organizasyonları. Devamını diliyorum. Çok teşekkür ediyorum. Birbirimizi unutmayalım. Türklüğümüzü unutmayalım. Ne mutlu Türk'üm diyene diyorum. Böyle. Teşekkür ederim. Hanım danışmak istiyor Özbekistan'dan yoksa. Türkistan. Türkistan. Esselamu Aleyküm. Ben biraz Uygurcadan Türkçeni biraz arlaştırıp söylüyorum. İsmim Raile Kamal. İsveç'te yaşıyorum. Doğu Türkistan'dan geldim. 20 sene oldu burada yaşıyorum. Bugün çok mutluyum. Tunca bunda faaliyetlerge gelişim. Aldı bilen Zarife Hanım sizin için yürekten kutluyorum. Ötkende Alican Hanım bilen tanıştım. Sırdaştık, muğdaştık. Bana evet de sizden ilanı. Çok istedim gelmekni. Geldim. Özür diliyorum, biraz geciktim. Uygurlar hakkında hemşirem bek sözüldü. Ben yani bunu tekrar etmiyorum. Bir şey, tarihteki bizning facialarimiz, beşimizden ötken külle, qancha ichinishlik bo'lsa-mu, qalbimizni ochtirsa-mu,
u yana bizning bobolarimizningki, onalarımızning boshdan kechirganlari bizning xotiramizda, esimizda bizgacha saqlanib, qonlarimiz bilan, genlarimiz bilan, dinolarimiz bilan bizgacha kelib turadi. Bu bizni davomli saqlanadi. Shunashqa buni bildirmak, uqtirmak bu mas'uliyat, bu bir mecburiyet. Bunu bilmek vicdan, gururdur. Şunashqa sizden çok gurur duyuyorum. Qalamlarınız texim mol bolsun, kitaplarınızı okumak istiyorum. Hemmeğler köp rahmet. Aman bolanglar. Sizin öz dilinizde danışırdınız indi. Kendi diliniz mi bu yoksa Türkçe konuşurdunuz? Türkçe, Uygurca. Güzel, güzel oldu. Hanım istiyor danışmak. Siz istirsiniz. Buyurun. Özünüzü zəhmət olmasa təqdim edeyim. Salam aleyküm. Mən Elbər Babayeva, Bakıdan gəlmişəm. Sizin yerinizdən vediliyəm. Hoş gəlmisiniz. Mənim kızı burada yaşayır. Mən hər il yayda gəlirəm bura dincəlməyə qızım ilə. Eşitdim ki, belə bir məclis var. Qızımdan xahiş elədim. Fikrət müəllimdən xahiş elə. O bizə doğrusu dedi ki, bəs bizim yerimiz burada kitap yazıb. Dedim, mütləq məni ora aparın. Heç olmasa görüm. Nətərdir, necədir. Çox sağ olun ki, siz belə bizim haqqımızda yazmışsınız. Mən 50-ci illərdə oradan çıxmışam. Amma hər il gedib yoxluyurduq. Mənim yoldaşım da oralıydı. Atam, anam hamısı orada olmuşu, bacılarım. Demək istəyirəm ki, o vətəni yaddan çıxartmırıq heç vaxt. Çıxartmamışıq. Çünki biz oranın suyunu içmişik. Allah hamımıza can sağlığı versin, uzun ömür versin. Mən çox şad oldum. Mən istəyərəm sizin kitabınızdan birini. Oldu, sağ olun. Hamınız xoş gəlmişsiniz bir də. Sağ olun, minnətdaram. Əziyyət çəkdiniz. Yerli pərəzlik eləyik. Fikrət müəllim, bu qədər təşkilatçılıq eləmişsiniz. Bəlkə siz də bir söz deyərsiniz. Buyurun, mən bilmirdim, siz də İrəvanlısınız. Gözəl, buyurun. Bəli, mənim əslim Erivanlıdır. Yəni bizimkilər 48-ci ildə köçüblər oradan. Mikrofon çalışmır. O Babək bəyə çalışır. Siz dinləyin. Buyurun. Mən sözüm, yəni hazırlaşmamışam sözünüzü. Mənim ulu babam da misal üçün Ermənistan Maarif Nazirliyinin birinci mavini işləyib. O 20-ci, 30-cu illərdə, yəni belə ziyalı ailələr məcbur olub vətəni tərk ediblər. Mən bir söz demək istəyərdim ki, minnətdaram. Bu məsələni qaldırmışsınız və əbədiləşdirmişsiniz və mən ümidvaram və əminəm ki, biz öz torpaqlarımıza qayıdacaq. Hansısa formada 100% qayıdacaq. İnşallah. Çox sağ olun. Mən təşəkkür edirəm. Çox sağ olun. Başqa kimsə Zərifə xanımın qızı bəlkə də nəsə danışmaq istəyər. Kürəkəndə nəsə danışmaq istəyər, yoxsa ancaq çəkməklə məşğuldur. Kim istəyirsə buyursun, çıxış eləsin. Buyurun Cavazir müəllim, əlbəttə ki, buyurun. O Babək bəy yazır, o lazım. Zərifə xanım, təbrik edirəm sizi və bugün tədbiri təşkil edən Sevdə xanım, Əsgər müəllim, Ayda xanım və hər kəsin zəhmətinə görə minnətdarlığımızı bildirib bizi dəvət eləmisiniz. Düzü mən güneyli olaraq Türkiyə soydaşlarımız Qazaxdan, Uyğurların təşkil etdiriblər. Xoş gəlmişsiniz bu tədbirə. Bu bizim Türk dünyasının bir tədbirinin bir nümunəsidir. Hepimiz yığışmışıq bura. Və mən bir epizodu, kitab çox dəyərli kitabdır və biz bunun yayılmasına bundan sonra da iş buraxmalıyıq birlikdə. Kitabın haqqında gözəl sözlər dedilər. Elcə xanım doğrudan da zaman bizə təqdimatına köməklik elədilər. Mən bir epizodu xatırlatmaq istəyirəm. Artıq vaxt sizi tutmaq istəmirəm. O da ondan ibarətdir ki, Qərbi Azərbaycandan deportasiya olan 300 mindən artıq insanların vəziyyəti dövründə və o vaxt ki, onlar hələ 2-ci Qarabağ başlanmamışdı və Türkiyə dövlətimizə də çox bu Avropada təzyiq göstərdilər ki, Ermənistanla qapıları açılan, ona görə biz insan haqları filan belə söhbətlər vardı.
Belə bir vəziyyətdə ki, bizim 300 mindən artıq oradan qaçqınımız vardı, heç bir hüquqa malik deyildi. Burada diaspora çox gözəl bir addım atdı. Mən o addımı istəyirəm burada xatırladam ki, hər tək burada yaşayan soydaşlarımızın zəhməti olubdu. Nə idi biz? Mən İsveç Xarici İşlər Nazirliyinə müraciət etdim Qarabağ Təşkilatı tərəfindən və Azərbaycan Respublikasından oradan qaçqınlar olanlardan bir ailəni dəvət elədim jurnalistlərlə bura. Və biz çox müsibətlə Türkiyə, indi deyərəm tarixin ayda deyər dəqiqən tərcüməsi idi orada. 2008-dən sonra idi, Sayın Erdoğan taza iş üstə gəlmişdi. O vaxtda biraz Ermənistanla münasibətlər yaxşılaşmağa başlayırdı. Hər halda təzyiq bizə çox idi ki, Türkiyə çox idi ki, Ermənistanla qapıları açsınlar. Mən burada Türkiyə Xarici İşlər Nazirliyinin Türkiyə bölümü ilə bu görüşü təşkil elədim. Orada mənə sual verdilər ki, sən bir cənublu doğulmusan, dəvət etdiyin qonaqlar Şimali Azərbaycandandır. Sonra Türkiyə bölümü ilə sən burada görüş aparırsan, o komitə ilə nə üçün? Mən dedim, qonaqlarımızı görəndən sonra siz bu məsələnin sirrini başa düşərsiniz. Biz orada bu heyət ilə görüşdük. Orada heyətdə iştirak eləmişdilər Qaçqınlar Komitəsinin nümayəndəsi, Humanitar Komitəsinin nümayəndəsi və Genosid Komitəsinin nümayəndəsi. Bir də ki, bir dənə də ayrı komitə var idi. İndi dördüncüsünə deyərəm. Hər nümayəndələri var idilər. Bizim bu Qərbi Azərbaycandan qaçqın olan ailələr pasportları əllərində idi, Ermənistanın pasportları. O göstərdi ki, biz orada mən nümunəsi olaraq 300 mindən artıq orada doğulub, böyüyüb və deportə olmuşuq. Əvvəl şərait yaradın ki, biz qayıdaq yurdumuza, ondan sonra Türkiyə təzyiq göstərin ki, qapıları açsın. Hələ ki, Ermənistanda belə bir şərait yoxdur, 300 mindən artıq insana ki, öz yurduna, torpağına qayıtsın, bu Türkiyə nə üçün qapıları açmalıdır? Ondan sonra İsveçin Xarici İşlər Nazirliyinin Türkiyə bölümündən xahiş elədi tək-təkirinin bu dedikləri barədə, həm genosid ki, orada nələr olub daşlarına, humanitar yardım məsələləri, qaçqınlar nə qədərdir filan. Və əvvəl inanmırdılar, ona pasportlarını aldılar, onların şəkillərini çəkdilər. Ondan sonra tamamilə İsveç dövlətinin münasibəti o qaçqınlara və Ermənistana təzyiq və Türkiyəyə kömək məsələsi dəyişildi. İstədim Zərifə xanıma deyəm ki, təkcə siz yox, bəlkə bu diasporada fəaliyyət göstərənlərin hər tək-təkinin bu barədə əməyi var bu günlərin biz bura gəlib çatmaqda. Burada yeri idi, mən bu xatirəni danışam detalları ilə və o adamlar ki, oradan gəlmişlər, ailələr, çox məşhur faal insanlardılar və sizin bu işlərinizlə, indi bugün Sevdə xanımcının çəkdiyi bu zəhmətlə, Əsgər müəllimcinin ayırdığı bu vaxtlar hamısı məzmun o nəticəni verəcək ki, inşallah Türk dünyasının, o cümlədən Uyğurların, biz Uyğurların haqqında da diaspora çox işlər görüb. Çin konsulluğunun qarşısında dəfələr, bu parlamanın qarşısında dəfələr Ayda xanımgil, başqaları, Sevdə xanımgil mitinqlərdə iştirak ediblər və sizin dostlara həmişə sizin hüquqlarınızı xatırladıblar. Bol-bol uğurlar arzu edirik. Demək olar ki, hamımız birlikdə Türk dünyasının uğurları üçün irəli. Çox sağ olun, mənə diqqət edin. Siz bizim ağsaqqalmısınız, həmişə var olun. Siz qoyduğunuz yolu biz davam edirik.